Azərbaycan və bir sıra ölkələr Qəzza üzrə Sülh Şurasının büdcəsinə ümumilikdə 7 milyard Amerika Birləşmiş Ştatları dollarından çox vəsait yatırıblar. Bu barədə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında bildirib. Və bugün məmnuniyyətlə bildirirəm ki, Qazaxıstan, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn, Qatar, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveyt yardım paketinə 7 milyard Amerika Birləşmiş Ştatları dollarından çox vəsait yatırıb. Bu möhtəşəmdir. Sizə təşəkkür edirəm, cənablar, Trump deyib. O həmçinin qeyd edib ki, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi idarəsi Qəzzaya dəstək üçün 2 milyard dollar toplayacaq. Yaponiya isə iri miqyaslı xeyriyyə vəsaitinin toplanmasını həyata keçirmə öhdəliyini öz üzərinə götürüb. Bildiyimə görə Çin də cəlb olunacaq. Düşünürəm ki, Rusiya da qoşulacaq. Mən istəyirəm ki, hamı iştirak eləsin. Bütün tərəflər lazımdır. Çünki yalnız həmfikirlər toplaşsa heç nə alınmayacaq. Bunun üçün hamının birləşməsi lazımdır, deyə o bildirib. Trump həmçinin vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının özü Sülh Şurasına 10 milyard dollar vəsait qoyacaq. FIFA isə Qəzzadakı layihələr üçün 75 milyon dollar toplamağa kömək eləyəcək. Qeyd eləyək ki, dünən Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak eləyib. Onu da əlavə eləyək ki, bu ilin yanvar ayının 22-sində Davosda Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib.